Hər şey olur, övladdan yarımır. Hər şey olur, sağlamlıqdan yarımır. Hər şey olur, tərbiyədən, əxlaqdan yarımır. Hər şey olur, vicdandan, ədalətdən yarımır. Və nəticə nəyə gəlib çıxır? İnsan özü ilə baş-başa qalan deyir, kaş bu olmayaydı, amma bu olaydı. Doğrudur. Və məşhur bir şeirdə deyildiyi kimi deyir, qardaş əcəl gələn vaxt ona dövlət var neyləsin. Əcəl hamının qapısını döyür, istəyirsən pulun var, istəyirsən pulun yox. Və hər kəs bir loxma çörək yeyir, mədəsi tutana qədər. Ondan artıq kimsə yemir. Hə, hamı, yenə deyirəm, yaxşı maşında sürmək istəyir, yaxşı evdə də yaşamaq istəyir və bunlar olanda çox gözəl. Amma milyardlarla pulun olsun və yaxud da milyonlarla pulun olsun, bu səni xoşbəxt etməz, bədbəxt edir. Çox bədbəxt edir. Doğrudur.